Salam değerli izleyicilerim. Bugün gördüğünüz gibi umaç halvası hazırlayacağım. Umaç halvasının bütün sirlərini çalışacağım ki sizlere deyim. Necə etmək olar ki umaç halvası xəmir kimi alınmasın və asan, tez başa gəlsin. Burada qaşıq vasitəsilə sizlərə göstərirəm necə alınıbdır. Yəni xəmir kimi deyil, umaç formasındadır. Umaç halvası üçün mən 2 stəkan un götürmüşəm. Hardasa demək olar ki 450 qram undur və 200 qram da su götürürəm ki 200 qram sudan istifadə edəcəm. Suyu bu şəkildə əlimin üzərindən tökürəm ki hər tərəfə damcı şəkildə yayılsın və çalışıram ki umaç şəklində unu ovum. İri şəkildə alınmasını çox da diqqət etməyin, eybi yoxdur. Çünki biz axırda ələkdən keçirdikdən sonra unu blenderdən bu iri formada olan umaçları blenderdən keçirəcəyik. Ona görə də eybi yoxdur ki, iri şəkildə olsun. Bu şəkildə umaç formasında ovuram. Bütün unun hamısını nəm hala gəlməsini çalışıram ki, nəm olsun. Hamısını bu şəkildə ovdum. Gördüyünüz kimi umaç formasındadır. İndi isə ələkdən hissə-hissə keçirdirəm. Hamısını ələyə birdən tökmək olmaz. Çünki un çoxdur. Bu şəkildə başlayıram, ələkdən keçirirəm. Yəni iri umacı xırda umacdan ayırıram. Ayırdığım iri umacı süfrənin üzərinə əlavə edirəm. Bu şəkildə gördünüz, iri umacdır buradakılar. Süfrənin üzərinə əlavə edirəm. Boşqabın içindəki gördünüzmü? Xırda umacdır, un şəklindədir. Və yerdə qalanı yenə də elədim. İri umacı əlavə edirəm süfrənin üzərinə. Xırda umac boşqabın içərisində qalır və yenidən mən bura su əlavə edəcəm. Yenidən umac edəcəm bu unu da. Çünki çoxdur xırdası. Əgər bu şəkildə edəriksə, onda halvamız umaç halvası yox, xəmir kimi olur, yaxşı alınmır. Yenə umaçanını gətirdikdən sonra yenə başlayıram, ələkdən keçirdirəm. Yenə xırda qalır boşqabın içərisində, irini isə süfrənin üzərinə əlavə edirəm. Və un şəklində, yəni xırdası az bir şəkildə, yəni bir ovuc olana qədər bu işləmin hamısını edirəm. Görürsünüz, yenə çoxdur. Un formasında olan yenə çoxdur. Yenə xırda şəkildə olan, yəni un formasında olan umacın üzərinə su əlavə edirəm, yenidən umac qayırıram. Yəni yeni dediyim kimi bir ovuc olana qədər xırda umac bu işləmlərin hamısını edirəm. Xırda umac da bir ovuc olan umac hansı ki dediyim, o da tam un şəklində deyil, çox xırda umac formasında olur. Burada gördüyünüz kimi artıq az bir şəkildə qalıbdır və bunu da artıq mən süfrənin üzərinə ələyirəm. Çünki bilirəm ki artıq çox az qalacaq. Gördünüz umaç formasına, xırda umac gördünüz bir ovuc boyda qaldı. Bu qədər görürsüz. Bu qədər qaldı. Bunu əlavə etmək olar. O da çox xırda un şəklində deyil, xırda umacdır. Bu qədər də su qaldı. Hardasa 50 ml su qaldı. Mən indi isə iri umacları dediyim kimi blenderə əlavə edirəm və blenderdə hardasa bir 2 dəqiqə fırladıram ki, görürsüz burada hələ iridir. Yenə fırladacağım biraz ki, biraz xırda olsun. Bu şəkildə. Gördünüz, bu şəkildə indi isə qəşəngdir, yaxşıdır. Bu şəkildə olur və yenidən süfrənin üzərinə əlavə edirəm. Hardasa bir 2 saat, 2 saat yarım, da 3 saat da olar ki qurusun. Biraz da aynanı açıq qoyuram ki havanın cərəyanına tez qurusun. İndi isə şirəni düzəldirəm. 400 qram şəkər əlavə etdim və stəkan yarım da bura su əlavə edirəm. İçərisinə bir paçka vanilin və xörək qaşığının yarısından mən sarı kök əlavə etdim. Qaynayana yaxın, tam hazır olana yaxın şirə bura mən qaşığın ucunda lumuduz əlavə edirəm. Bu isə yağıdır. Yağı mən 400 qram yağdan istifadə etdim, əritdim və içərisinə 50 qram da duru yağ əlavə edirəm. Onda daha gözəl alınır və tavaya
Oraya əlavə edirəm yağı, əritdiyim yağı. Üzərinə əvvəlcə iri dənəli olan umacı əlavə edirəm. Rəngini tam dəyişənə qədər qovururam. Burada artıq görürsünüz ki, un artıq yağını buraxır. Yəni artıq un qızarmağa çalışır. Görürsüz, burada artıq rəngi dəyişdi. Bu ərəfədə isə bir ovuc olan hansı ki xırda umacı əlavə edirəm bura. Və umac tam rəngini dəyişənə qədər, sizin rəngi necə sizin xoşunuza gəlirsə, o kıvama gələnə qədər unu, yəni umacı qovururam. Mən bu şəkildə qovurdum. Artıq bir 5 dəqiqədə qovururam. Üzərinə duzunu əlavə edirəm. Daha sonra yavaş-yavaş şirəni əlavə edirəm. Şirəni də deyim ki, yaxşı qaynadın ki, yaxşı şirə salsın. Və bu şəkildə yavaş-yavaş edirəm. Yerdə qalan şirəni də əlavə edirəm. Artıq ocağın altını keçirdirəm. Şirəni tam əlavə etdikdən sonra bir 5 dəqiqə ocağın üzərində qoyuram. 5 dəqiqədən sonra artıq ocaqdan götürürəm. Görürsünüz, bu şəkildə oldu. Yağı da, şirəsi də hamısı öz yerindədir. Yavaş-yavaş halva alınır, yəni umac şirəni özünə çəkir. Artıq ocağın üzərindən götürmək vaxtıdır. Ocağın üzərindən götürürəm. Ocağın üzərindən götürdükdən sonra üzərinə qapaq qoymaq lazımdır ki, hardasa biraz soyuyana qədər qapaq altında dursun. Bu şəkildə görürsünüz, yağı da, şirəsi də, hər şey öz yerindədir. Qapağı qoyuram, gözləyirəm. Və daha sonra bu şəkildə şəkillər verərək qablara qoya bilərsiniz. Mən çalışdım ki, bütün sirləri sizlərə deyim. Əgər nəsə yadımdan çıxıbsa, nəsə sizə aydın deyilsə, onda suallarınızı verə bilərsiniz. Məmnuniyyətlə sizə cavab verə bilərəm. İzlədiyinizə görə təşəkkür edirəm.